Payızda xəzəllərin yandırılmasına yəqin ki, çoxlarınız rast gəlmişsiniz. Əksər sakinlər bunu əslində təmizlik üçün etdiyini bildirir, ancaq bu zaman ətrafa yayılan tüstü bir çoxlarını narahat edir. Mütəxəssislər isə xəzəlin yandırılmasını düzgün hesab etmir. Çünki yarpaqlar torpağa qarışaraq onun münbitliyini artıra bilər. Payızda libasını dəyişən ağaçların yarpağından kəndlərdə əsasən mal-qaranın yemlənməsi üçün istifadə olunur. Tovuz kəndlərində isə xəzəli daha çox yandırmağa üstünlük verirlər. Torpağa ziyan vurduqlarından xəbərsiz olan kəndlilər daha çox həyətlərin təmizlənməsinə, ən əsası isə yerə tökülən yarpaqların altında olan həşəratlardan qurtulmaq üçün xəzəlləri yandırdıqlarını söyləyirlər. Onu öylər də görürsən, deyir, ağaca cüzüyə xeyirdən ağaca tüstü verirsən, cüzüyü öldürür. Təmiz olsun da, yol qırağında yaşayırıq. Həm yoldan keçənlər zaten belə yaxşı olsun deyə. Xəzəllərin yandırılması zamanı ətrafa yayılan tüstü isə bir çox sakinlərin narazılığına səbəb olur. Bu yarpağın torpağa çox xeyri var. Ona görə ki, quruyur, piş olur. Zibil yığanlar da var, məişətə versələr daha yaxşı olar. Bu ocaqdır, birinin allergiyası var, biri xəstədir. Torpağa vermək lazımdır ki, sonra üstündən əkəsən, yerə onun azotu adı onu da yerə çökürdü. Özgə yandırmaqla yox. Kənd təsərrüfatı mütəxəssisləri də xəzəlin yandırılmasını doğru hesab eləmir. Onlar ağacdan düşən yarpağın torpağa qarışaraq onun üst qatını münbitləşdirdiyini bildirirlər. Yandıranda həmin sayədə tüstülər əmələ gəlir. Bu da insan üçün çox ziyanlıdır. Atmosfer qatını zəhərləmək demək. Bu həmin yarpaqlar da daha da həmin sahəyə köbrə deməkdir. Böyük təbii meşələrdə hamısı yarpaq tökülür, çürüntüyə çevrilir. Bu da elə torpağın humus qatını yaxşılaşdırmaq deməkdir. Bir sözlə, qızıl payızın son günlərində tökülən yarpaqları yandırmaq həm torpaq, həm də insanlar üçün zərərlidir. İnsanlar torpaqdan qəbul elədikləri nə varsa, hamısını üzvi tullantılar şəklində geri qaytarmalıdırlar. Xəyələ Mürsəl, Rahim İbrahimoğlu, Tovuz.